Salam TikTok əhli Azərbaycan xalqı. Bugün mən bir məsələyə toxunmaq istəyirəm. Amma yaxşı olar ki, hamınız diqqətlə qulaq asasınız. Keçən il su basmada 2 nəfər adamımız, vətəndaşımız rəhmətə gedib. Bu il isə 10 nəfərdir. Keçən il məsələn 2000 ev su altında qalmışdı. Bu il 10.000 ev su altında qaldı. Hər yer bağlandı. Bu xalq, bu millət hərəkət eləyə bilmədi. Məsələ nədədir? Məsələ ondadır ki, Sovet dövründə hər 5 rayonda bir dənə meyis vardı. Həmin meyis Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində idi. Bu meyisdə 60 ton, 45 ton, 50 ton ağırlığında ekskavatorlar vardı. Həmin ekskavatorlar kanatla, Rus dilində trosla işləyirdi. Bu ekskavatorlar bir yerdən başqa yerə ancaq böyük tonnajlı trailer maşınlar daşıyıb aparırdı. Hər rayonda, məsələn, bu Meys Füzulidə stansiya